28 dekabr 2025-ci il Hacıkənd qəsəbəsi. Qış mənzərəsini video qeydə alıram. Hacıkənd hər fəsil gözəldir. Yazı da, yayı da, payızı da elə ağ örpüyə bürünmüş, belə qışı da. Yeni ilə bir neçə gün qalıbdı. Xalqımızın yeni ilini təbrik edirəm. Xalqımıza xoşbəxt günlər, firavan həyat arzulayıram. İnşallah 2026-cı il bütün xalqımıza düşərli olar. Gözəl Hacıkənd və qar üstündə heyvanların, quşların izləri var. Hacıkənddə böyük quruculuq işləri gedir. İnşallah Hacıkənd qəsəbəsi gündən günə, ildən ilə daha da gözəlləşəcək. Yerli və xarici turistlərin ən çox gələcəyi yerlərdən biri olacaq Hacıkənd. Böyük Qafqaz dağları da görünür. Böyük Qafqaz dağları da qara bürünübdür. Bu isə bir daxmadır. Sakinlər burada əvvəllər heyvan saxlayıblar. Ancaq indi buranın təbiəti qorunur. Ağaclar əkilibdir hər tərəfdə. Gözəl Hacıkənd. İnsan bura gələndə ruhu dincəlir. Bu görünən hissə isə gün batan yer. El arasında Saryal adlanır. Turşsu onun ətəyindədir. Qarışqalı tala, turşsu. Əvvəllər təxminən bu çəkdiyim hissədən baxın belə meşənin ortasından yol gedirdi turşsuya. Və ağacların üstünə göy kraska ilə işarələr qoyulmuşdu. Həmin o işarələr yolu turşsuya aparırdı. Bu hissə sentr adlanır. Maşınlar o hissədən gəlib. Beşuluza tərəf gedirlər. Oradan isə Göygöl rayonunun digər kəndlərinə yol var. Yəni yol oradan Göygöl rayonunun kəndlərinə gedir. Və hamımızın yaxşı tanıdığı Göygölə, Maral gölə yol məhz Hacıkənddən keçir. Məşhur bir mahnıda deyildiyi kimi Hacıkənddən en belə Göygölə gəl, Göygölə.